Salam. Bu gün vərəm və ailə daxilində qorunma mövzusu haqqında danışacağıq. Bir çox insan vərəmi toxunmaqla keçən bir xəstəlik olaraq görsə də, əslində qarşımızda Mycobacterium tuberculosis adında hava damcı yolu ilə insandan insana keçən olduqca dözümlü bir bakteriya var. Vərəm qab-qacaqla, əl sıxmaqla və ya öpüşməklə yoluxmur. Əgər belə olsaydı, bəşəriyyət tarix boyu bu patogenlə mübarizə aparmağımız qeyri-mümkün olardı. Bakteriya təkamül prosesində özünə ən effektiv yol kimi hava damcı yolunu seçir. Yəni, bir xəstə öskürdükdə havada asılı qalan mikroskopik damcılar sizin ağciyərlərinizin ən dərinlərinə doğru irəliləyir və alveollara qədər enir. Bəs ailəmizdən biri bu diaqnozu aldıqda nə etməli? Gəlin, ailə daxilində nələr etməli olduğumuza diqqət yetirək. 1. Havalandırma. Vərəm bakteriyaları qapalı, havasız və qaranlıq yerləri sevir. Belə ki, pəncərələri açıb otağı havalandırmaq mühitdəki bakteriya konsentrasiyasını dramatik şəkildə aşağı salır. Həmçinin günəş işığının otağa düşməsini təmin edin. Çünki ultrabənövşəyi şüalar bu bakteriyaların DNT-sinə geri dönülməz bir ziyan vuraraq onları təsirsiz halı gətirir. 2. Baryer tədbirləri. Burada bir anlayış qarışıqlığını düzəltməliyik. Xəstə şəxsin taxdığı o sadə maska kənara damcıların yayılmasının qarşısını almaq üçündür. Yəni, mənbəyində nəzarət önəmlidir. Lakin sağlam ailə üzvlərinin xüsusilə risk qrupundasınızsa, N95 dediyimiz yüksək filtrasiyalı maska taxılması önəmlidir. Çünki o mikroskopik bakteriyalar cərrahi maskalardan süzülərək keçə bilər. 3. Profilaktik müalicə. Ümumdünya Səhiyyə Təşkilatının son yeniləmələrinə görə artıq yalnız uşaqlar deyil, xəstə ilə təmasda olan bütün ailə üzvləri risk altındadır. Dolayısıyla mənim simptomum yoxdur deyərək keçişdirməyin. Çünki bakteriya bədəninizdə latent, yəni gizli halda gözləyir ola bilir və immun sisteminizin zəiflədiyi ilk anda hərəkətə keçərək sizi xəstə edə bilər. Xülasə, nə etməliyik? Damğalamamalıyıq. Xəstəni təcrid etmək, qablarını ayırmaq elmi əsaslar olmayan bir addımdır. Məsələ qabda deyil, havadadır. Zaman qazanın. Müalicə başladıqdan 2-3 həftə sonra qorxulan yoluxduruculuq dövrü böyük ölçüdə azalır. İzləmədə qalın. Vərəm sinsi bir xəstəlikdir. Nəticəniz nə olur olsun, bir mütəxəssis nəzarətində qalmaq həyati əhəmiyyət kəsb edir. Yekun olaraq vərəm qorxulacaq bir taley deyil, düzgün müalicəyə ehtiyacı olan bir xəstəlikdir.